Salam, hər birinizi salamlayıram. Bugün sizlərlə az kalorili, diyetik bir lavaş resepti paylaşacağım. Bizə lazım olan ərzaqlar bir gün öncədən soyuq suda istağa qoyduğumuz mərcimək, qabartma tozu, 2 ədəd yumurta, qatıq, duz və qara çörək otu. Yeməyimizin üzərinə qatığı əlavə edib, blenderlə bir kütlə halına gələnə kimi əzirik. Bu şəkildə onu əzdikdən sonra üzərinə yumurta, duz, qabartma tozu və qara çörək otunu əlavə edirik. Bu lavaşlar sizi gün boyu tok tutacaq və kilo aldırmayacaq. Sizə hazır olan kütləni isidilmiş tavaya töküb 2 üzünü də pişiririk. Bu qaydada pişiririk. Bir tərəfi pişdi, digər tərəfi pişir. Lavaşlarımız hazır oldu. Mən onların arasına toyuq filesi və pendir qoyub belə servis edəcəm. Çox gözəl, çox yumuşaq, diyetik bir lavaş hazır oldu. Bizlərə nuş olsun.